Salam dostlar, bu dərsimizdə gördüyünüz kimi biz elektron jurnal düzəltməyə çalışacağıq. Bəlkə bir neçə saytlarda və ya digər yerlərdə siz fikir vermişsiniz, gözəl görünüşlü elektron jurnallar düzəldirik. Biz də burada elektron jurnal düzəldəcəyik. DoPDF bəlkə çoxunuza tanışdır. DoPDF proqram vasitəsilə pulsuzdur, internetdən yükləyə bilərsiniz və issue.com saytını istifadə edərək. İndi isə bunlara praktikada baxacaq, biz nəzər salacaq. O nəzərinizə çatdırım ki, bu jurnalı düzəltdikdən sonra siz hətta bunu bloqlarınızda, saytlarınızda və yaxud digər yerlərdə xüsusi oradan link alaraq orada yayımlaya bilərsiniz. Bundan başqa PDF faylını yükləyə bilərsiniz buradan. İndi isə buna düzəltməyinə baxaq. Görək. Bunun üçün ilk öncə mən öz yazdığım dəstələrdən birini götürdüm. Word formatındadır. Bunu PDF-ə çevirmək lazımdır. PDF-ə çevirmək üçün sizə nəzərə çatdırdım ki, DoPDF proqramını istifadə etmək lazımdır. Gördüyünüz kimi DoPDF. İsə bunu çevirmək üçün biz gördüyünüz kimi print edirik bunu. Print etdikdə isə DoPDF, burası başqası yoxdur məndə, qoşulu SP printer kompüter olsun, DoPDF seçirəm, OK edirəm. Burada seçək, mən desktopa yazıram, Quick Launch qalsın, OK edək. Gördüyünüz kimi Quick Launch bura gəldi, üzərinə vura. Gördüyünüz kimi PDF-ə çevrildi. 2 səhifədən ibarətdir. Biz də bunu jurnal etmək üçün qeyd etdiyim kimi issue.com saytına daxil oluruq. Browserimizi açırıq. issue.com daxil oluruq. İlk öncə burada qeydiyyatdan keçmək lazımdır. Buradan qeydiyyatdan keçə bilərsiniz. Mən artıq qeydiyyatdan keçmişəm. Login olacağım. Siz özünüzə account açmaq çox asandır. Bir çətindir. Burada account aça bilərsiniz özünüzə. Gördüyünüz kimi daxil oldum. Buradan upload düyməsini seçirik. Browse edib PDF-ə çevirdiyimiz faylı seçirik. OK. Bura ad veririk. Description yazırım. Ən azı 10 hərfdən ibarət olmalıdır. Bura taglər qeyd edirik. Taglər minimum 2 tag olmalıdır. Hər tagin arasında vergül işarəsi qoyulmalıdır. Vesaire yazdıq. Tipini seçirik buradan. Baxın. Şuradan seçək. Burada yəni uşaqlar baxa bilər, yoxsa yox? Biz seçək, yes, bəli, baxa bilərlər. İçərisində qeyri bir şey yoxdur. Burada publish vaxtını seçirik. Buradan hansı bölümünə aiddir onu seçirik. Texnoloji, internet. Aria, world, bütün dünya seçirik. Və upload fayl edirik. Gördüyünüz kimi müəyyən müddət vaxt keçir. Upload olması təbii ki, bu bizim oraya yüklədiyimiz, upload etdiyimiz faylın həcmindən asılıdır. Yəni PDF faylın həcmindən asılıdır. Əgər az olarsa tez yüklənəcək, böyük həcm olarsa müəyyən müddət gözləməli olacaq. Bizdə gördüyünüz kimi kiçik bir fayldır, elə böyük fayl deyildir. Çox uzun zaman almayacaq yüklənməsi. Artıq yükləndi. Burada biz keçək bizim kitabxanaya, library. Gördüyünüz kimi bu cür biz burada müxtəlif bu cür PDF jurnallar yükləyə bilərik bura.
bizim hazırda seçdiyimiz, yüklədiyimiz jurnal. Budur, üzərinə vurub open edirik. Açırıq. Gördüyünüz kimi bu cür bir jurnal gəlir. Biz buradan görürüz, buradan download edə bilərik bunu. Download düyməsinə sağ baxaq. Download 2 səhifədən ibarət. Gördüyünüz kimi yükləyə bilərik bunu. Və yaxud burada kod ala bilərik. Burada gördüyünüz kimi qeyd etmişdim bizə. Kod verir bizə və yaxud link verir bizə. Bunları istifadə edə bilərik. Və yaxud baxmaq üçün, oxumaq üçün edib üzərində gördüyünüz kimi burada müxtəlif menyular var. Print, göndərmə və yaxud gördüyünüz burada işarədən böyüdüb balacalaşdıra bilərik. Mausumuzu tərpətdikcə istədiyimiz istiqamətdə baxa bilərik. Digər səhifəyə keçə bilərik. Çox səhifə olduqda buradan 2 səhifə edə bilərik və s. Gördüyünüz kimi çox çətin bir linki atıb birbaşa baxa da bilərik. Gördüyünüz kimi çətin bir şey deyil. Jurnal hazırlanması asandır. Hər biriniz bunu edə bilərsiniz. Ümid edirik bu dəstək sizin üçün müəyyən qədər maraqlı oldu və gələcəkdə bundan istifadə edəcəksiniz. Növbəti videolarda görüşənə qədər hələlik.